Nazirlik Tap Öldür kampaniyasına başlatdı. Tələlər quruldu, əhaliyə çağırış edildi. Zaqatala və Balakən rayonlarında zərərvericilərə qarşı Tap Öldür kampaniyası həyata keçirilir. Report bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Azərbaycanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədi ilə monitorinqlər həyata keçirilib, feromon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib. Monitorinqlər nəticəsində zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə edilib. Təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tap Öldür kampaniyası çərçivəsində əhali özü də mübarizə tədbirlərində fəal iştirak etməlidir. Zərərvericinin sərhəd boyu miqrasiya eləmə ehtimalını nəzərə alaraq xüsusilə Balakən, Zaqatala, Qax, Ağstafa, Qazax, Şabran, Qusar, Quba və Xaçmaz rayonlarının sərhəd kəndlərində mütəmadi olaraq monitorinq tədbirləri aparılır və əhalinin maarifləndirilməsi davam etdirilir.